Avropa dalğasına xoş gəlmisiniz. Avropa dalğası Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Gənc Avropa Səfirləri şəbəkəsinin təşəbbüsü ilə hazırlanmış podkast seriyasıdır. Burada biz Avropa haqqında ən maraqlı mövzuları müzakirə edir, təcrübə və hekayələri dinləyicilərimizlə bölüşürük. Podkastımızın bu buraxılışında biz Avropa İttifaqı tərəfindən təşkil edilən Ali və Nino kitab mağazasında keçirilən diskussiya əsasında gender əsaslı zorakılıq, ictimai müzakirələrin əhəmiyyəti və qadınların özünə qoruma mövzularından danışacağıq. Bugün sizinlə mən Gənc Avropa səfiri Sevinc Yusifova və naşir Şahbaz Xudoğludur. Xoş gəlmisiniz Şahbaz müəllim. Çox şadıq ki, bizim dəvətimizi qəbul etdiniz və bizə vaxt ayırdınız. Çox sağ olun ki, dəvət etdiniz. Deməli, keçən həftələrdə Ali və Nino kitab mağazalarında bir diskussiya oldu. Colin Hoover'ın Hər şey bizimlə bitəcək və siz orada Nigar Köçərli ilə birlikdə ekspert olaraq iştirak etmişdiniz. Bu müzakirələr barədə bizə məlumat verə bilərsinizmi? Əslində bu müzakirə qadın zorakılığına qarşı olan bir tema ətrafındaydı. Yəni ki, bu temanın içinə, yəni kitabın qoyulması, kitabın müzakirəsinin buna həsr olunması, bu çox müstəsna dərəcədə yaxşı bir haldır. Yəni belə hallar adətən olmur. Həm qadın zorakılığına qarşı çıxasan və onu da kitab müzakirəsi ətrafında qurasan. Yəni kitab əslində hər şey bizimlə bitəcək. Yəni bu o deməkdir ki, hər şey bizdə qalsın, gələcəyə getməsin. Nə pisliklər varsa burada qalsın, getməsin gələcəyimizə, uşaqlarımıza və s. Yəni bu mənada kitab sanki tema ilə, bəlli mövzu ilə sanki həmahəng idi. Yəni bu yəni çox gözəl idi. Mən çox bəyəndim. İlk dəfə idi ki, belə bir hal baş verirdi və məncə davamlı olsa daha gözəl olar. Əslində əsərin qısa məzmunu bundan ibarətdir ki, əsərin mahiyyətində bir ailə durur. Əsər bir ailə üzərində qurulubdur. Və özəlliyi ondan ibarətdir ki, heç zaman toxunulmayan həssas bir mövzuya toxunubdur. Nədir bu həssas mövzu? Ailədə qız görür ki, anasına daim atası işgəncə verir, döyür və bununla barışa bilmir. Polisə də şikayət edə bilmir. Yəni, öz içərisində boğula-boğula qalır. Və sonradan qız aşıq olduğu və sonradan ailə qurduğu oğlan da, kişi də eyni şəkildə buna işgəncə verməyə başlayır. Yəni, sanki bunun atası, o gördüyü qorxunc ata, öz ərinin timsalında bunun qarşısına çıxır. Və əri də bunu çox sevir, bu bilir. Bu da əslində əri çox sevir. Amma bu deyir ki, hər şey bizimlə bitəcək. Baxmayaraq ki, ortada sevgi var, amma ondan ayrılmaq qərarı verir. Çünki işgəncəyə dözmək daha ağır bir işgəncədir. Nəinki bir yollluq hər şeyə son vermək. Yəni bu bizimlə bitsin və bizim övladımız görməsin ki, mənim həyat yoldaşım deyək ki, mən o xanımın adından deyirəm, əsərin qəhrəmanının adından, yəni həyat yoldaşı ona işgəncə verir, bunu görməsin yəni. Qoy atasını da sevsin, anasını da sevsin və sevərək də böyüsün. Yəni sevgi ilə böyüsün, işgəncələr içində böyüməsin. Yəni əsərin mahiyyəti bundan ibarətdir. Çox sağ olun fikirləriniz üçün. Belə bir həmçinin sualım var ki, həssas mövzuları aparılan müzakirələrin faydaları nələrdir və bu müzakirələri qadağan etmək əvəzinə onlar haqqında açıq danışmaq mümkündürmü? Yəni bu müzakirələr aparıla bilərmi? Həssas mövzular yəqin söhbət zorakılıqdan gedir. Elə onlardan biri gender əsaslı zorakılıqdır. Bəli. Yəni mənə elə gəlir ki, bütün məsələlər nə qədər danışılsa, nə qədər fikir mübadiləsi aparılsa, daha yaxşı olar. Nəinki hansısa sərt cəzalar tətbiq etmək. Məsələn, bizim cəmiyyətimiz biraz çox sərt kişi sifətli cəmiyyətdir. Yəni orada daha çox kişilər danışır, qadınlar susur. Amma cəmiyyət bu şəkildə inkişaf edə bilməz. Yəni bu cəmiyyət kişilərin və qadınların və insanların cəmiyyətidir. Burada hər kəs hüquq qarşısında kimin boyu uca, kimin boyu qısa olmamalıdır. Hər kəsin haqqı bərabər olmalıdır. Mənə gəlir ki, kişilər də qadınların və hər kəs ümumiyyətlə qadınların və uşaqların eyni zamanda haqqını tanımalıdır. Qadınlar da özləri də çox aktiv olmalıdırlar. Yəni buna əşi deyirlər kimi baxmamalıdırlar. Sözdür də deyirlər, bu cür baxmamalıdırlar. Əksinə daha yaxın olmalıdırlar, aktiv olmalıdırlar.
Müzakirələrdən yeni ideyalar başlar. Müzakirə etməsən insan öz fikirləri içərisində deyirlər ha bizdə qəm dəryasına batdı. Bəli. Yəni o öz fikirləri içərisində batıb qalar. Bəli, çox razıyam. Məncə açıq şəkildə bu mövzularda danışmaq həm bizim, həm ölkəmiz üçün çox vacibdir. Həmin müzakirə zamanı iştirakçıların fərqli reaksiyaları var idi təbii ki. Və bəs siz nə düşünürsünüz? Onların reaksiyaları necə idi və ən yadınıza qalan şərh və yaxud da şərhlərdən bir neçəsi nələr idi? Ümumiyyətlə orada iştirak edən gənclər çox hazırlıqlı idi. Mən adətən çox tez-tez auditoriyada oluruq, yəni kitab müzakirələrində. Bunlar fərqli bir gənclər idi. Mən buna çox sevindim. Hər kəs çox gözəl danışırdılar. Yəni sual verənlər çox bitkin və yığcam şəkildə öz fikirlərini ifadə edə bilirdilər. Bu çox gözəldir. Amma suallar bir hüquq bərabərliyindən, yəni siz necə orada bir şey mənim yadımda qaldı ki və o haqlı idi ki, deyir ki, baxın, yəni uzaq bir yerdə o haqqını kimə desin ki, kim onu müdafiə edəcək, necə çatdırsın? Bu mənə doğrudan da bəzən biz deyirik, hə, mübarizə apar, de fikrini, çəkinmə, qorxma filan. Bəzən biz bunu deyirik, amma elə bir mühitdə insan olur ki, onu mübarizə apara bilmirsən. Heç olmasa mübarizə apara bilmirsənsə, o zaman təslim olma. O var yəni, təslim olmamaq da bir çıxış yoludur. Bilirsiniz, Viktor Franklin Hər şey hədir kitabı var. Yəni o kitabda onun düşdüyü vəziyyətdə, onun Auschwitzdə keçirdiyi həyat tərzi, hər kəs məhv olur, yalnız o qalır və onun maraqlı bir fikir var. Deyir ki, mən özümə təslim olmadım. Mən imkan vermədim ki, daxilimdəki insan sınsın. Heç olmasa əgər sən aktiv mübarizə apara bilmirsənsə, onda təslim olma və həyatına davam et. Çünki bizim həyatımız bizim öz əlimizdədir. Biz onu bildiyimiz kimi yönəldə bilərik. Əgər məqamın pisdirsə, onda bəzən gözləmək lazımsa, deməli gözləmək lazımdır. Amma yenə də özün gözləməlisən. Səni gözləməyə məcbur etməməlidirlər. Odur. Çox gözəl fikirlər və şərh də çox əslində məntiqli və mövzuya əlaqəli bir şərh idi. Cəmiyyətimizə uyğun bir şeydir. Yəni o şərh özü cəmiyyətimizin elə bir ki güzgüsüdür. Və tədbir zamanı həmçinin sizin də çıxışınız olub və fikrinizi bildirmisiniz ki, belə bir maraqlı fikriniz olub ki, ən böyük kapital elə özünüzsünüz. Əslində fikirləşirəm ki, bunun arxasında çox dərin və böyük bir məna yatır. Yəni tam olaraq nə demək istəmisiniz ən böyük kapital elə özünüzsünüz deyərkən? İnsanlar bəzən gözləyirlər kənar ona qiymət versin. Biz axı özümüzün dəyərimizi nə zaman görürük? O zaman görürük ki, bizə kimsə hansısa fikirlər deyir. Deyir, sən yaxşı oğlansan, sən yaxşı qızsan və s. Belə hallar baş verir. Bir də var ki, insan daim özünə kapital, özün böyük kapitalsan, yəni sən özünü inkişaf elətdirməlisən. Mən səhv eləmirəmsə orada da dedim, Freddie Mercury filmi də siz əgər baxmısınızsa, Freddie Mercury-də onun dostu var və o özünə qapalı bir gənc idi. Yeniyetmə dövrünü artıq keçmişdi, özünə qapalı idi və çox utanırdı filan. Və birdən-birə dostu bunun kənardan baxdı, öz görkəmindən utanırdı o. Axı insan birinci öz görkəmindən utanır da, yəni güzgüyə baxırsan falan. İnsan birinci öz adından da çəkinir də. Sənin adını heç zaman sən sevmirsən. Hə? Sonra bəlkə də müəyyən bir vaxtdan sonra sevməyə başlayırsan, amma insan öz adını görürsən, yeniyetmələr öz adlarını dəyişirlər. Hamısı da. Çünki öz adlarını sevmirlər. Və birdən dostu kənardan buna baxır və deyir ki, sən nə gözəlsən gülümsəyəndə. Sən həmişə gülümsə. Və həqiqətən də o gülümsəyərək danışır, gülümsəyərək ifa edir və onun bütün həyatı və bütün obrazı dəyişir. Yəni demək istəyirəm, hər bir insanın içərisində onun bir naxışı var, görkəmində onun bir gözəlliyi var. Biz bu gözəllikləri kəşf etməliyik. Yəni əslində müəllimlik nə deməkdir ki? Uşaqlarda o gözəlliyi kəşf etsinlər və onu üzə çıxartsın. Əgər belə yanaşsaq, onda yəni hər bir insan onda həqiqətən də böyük bir kapitaldır. İnsan heç zaman düşünməməlidir ki, o sadəcə gəlib və gedəcək, belə düşünməməlidir. O gəlib və yaradacaq, yəni belə düşünməlidir. Gəlib və dəyişəcək, belə düşünməlidir. Ona görə o ən böyük kapital o özüdür. Onun düşüncə tərzidir. Əgər düşüncə tərzi üzərində işləyirsə, işləməlidir yəni. Kapital öz-özlüyündə heç nədir. Əgər sən onu işləyirsənsə, o daim böyüyür, artır,
inkişaf edir və s. Belə. Çox sağ olun. Həqiqətən çox motivasiya edici bir fikirdirlər. Mən bilirəm ki, izləyicilər üçün də çox maraqlı olacaq. Çox Elə sağ bu kontekstdə son sualım ondan ibarətdir ki, bəs sizin fikrinizcə bu qədər zorakılıqlara qarşı qadınlar nə edə bilərlər? Yəni nə tövsiyələriniz edə bilərsiniz ki, onlar özlərini qorusunlar? Mənə elə gəlir ki, biz təzədən təkər kəşf etməməliyik. Baxın, indi siz əgər Avropa o deyək ki, 18-ci il ədəbiyyatına baxsanız, Jane Eyre'dən tutmuş Üzübəri, Charlotte Bronte bacıları, onlar kişi adı ilə əvvəl başladılar əsərlər yazmağa. Çünki qadınları yazıçı kimi görmək istəmirdilər. İnanmırdılar qadınlara ki, qadından da yazıçı olarmı? Və yaxud Woolf, Virginia Woolf bir maraqlı bir əsəri var. Deməli, o əsərdə söhbət ondan gedir ki, qadın necə yazıçı ola bilər də, qadının yazıçı olması üçün gərək onun bir oturmaq yeri olsun. Bir masası olsun ki, otursun və yazı yazmağa başlasın. Əgər qadının yeri mətbəxdirsə, orada yaradıcılıqla heç zaman məşğul ola bilməyəcək, yəni. Və mənə elə gəlir ki, bax, dünya bu mərhələni keçibdir. Bu mərhələni keçən yalnız maarifçilik xətti ilə keçib. Yəni, qadınlar işə cəlb olunub, seçmək və seçilmək hüquqları bərpa olunub və aktiv həyata başlayıblar. Onlar da deyiblər, biz işləməliyik, biz çalışmalıyıq, bizim sözümüz var, biz eşidilməliyik. Məncə bu yol ən düzgün yoldur. Bugün deyək ki, biz Azərbaycan cəmiyyətində mənə gəlir ki, hər bir kişi dərk eləməlidir ki, onun yarı gücü, bizim cəmiyyətin bütövlükdə yarı gücümüz Azərbaycan xanımlarıdır, yəni. Əlbəttə. Əgər daha güclü olmaq istəyiriksə, deməli o xanımlar da bizlə bərabər çalışmalıdırlar, bizlə bərabər həyatı paylaşmalıdırlar və oxumalıdırlar. Nömrə 1 oxumaqdır, təhsildir. Mütləq təhsil almaq lazımdır. Yəni mən bunun çıxış yolu çox sadədir həm də. O mənada ki, bu yol artıq keçilmiş yoldur. Biz onu təkrarən gedirik. Oxumaq və öyrənmək, təhsil almaq budur. Çox minnətdaram. Düşünürəm ki, fikirləriniz bir çox insanlar, xüsusilə də qadınlar üçün böyük bir motivasiya olacaq. Çox sağ olun bu gözəl söhbətimiz üçün. Təşəkkür edirəm. Ümid edirəm ki, fikirləriniz digər insanlar, xüsusilə xanımlar üçün böyük bir faydalı olacaqdır. Mən də sizə təşəkkür edirəm. Bu tip mövzuları, müzakirələrə davam edin. Avropa Dalğasını dinlədiniz. Podkastımızın növbəti buraxılışında görüşənədək.